Salam uşaqlar, bugün sizlərlə Çinar 5-ci sinif test bankından test 9 və test 10 izahını paylaşacağım. Mövzumuz natural ədədlərin yuvarlaqlaşdırılmasıdır. İzaha keçməmişdən öncə, əgər bu tip videolar sizə maraqlı, faydalı gəlirsə, kanala əgər abunə deyilsə abunə olmağı, videolar bəyənməyi unutmayın. Keçdik izahımıza. Test 9-da birinci sual deyir ki, 376 ədədini onluqlara qədər yuvarlaqlaşdırsaq hansı ədəd alınır? Uşaqlar, bizim burada onluğumuz 7-dir. Onluqlara qədər yuvarlaqlaşdırandan sonra, mərtəbə vahidindən sonra əgər biz demişdik 5, 6, 7, 8, 9 gələrsə, mərtəbə vahidi bir vahid artır. Yəni, 7 olacaq 8 və ondan sonra gələn bütün rəqəmlər sıfıra çevrilir. Düzgün cavab 380 B variantı. İkinci sual. Deyir ki, stadionda təxminən 32.000 tamaşaçı olduğu elan edildi. Yuvarlaqlaşdırmanın qaydasına görə stadionda ən az neçə nəfər ola bilər? Uşaqlar, ən az deyirsə, yəni mən burada, yəni minliklərə qədər yuvarlaqlaşdırmada 32.000-ə çevrilən ədədin ən kiçiyini tapmalıyam. Əlbəttə ki, uşaqlar, bu, artıq biz qaydanı bilirik ki, 31.000 birdən sonra neçə gəlsə 2-yə çevrilir. Əlbəttə ki, ən kiçiyimiz 5-dir. Və ən kiçik dediyinə görə qalanları sıfıra qoyuruq. Yəni 31.500 düzgün cavab B variantı. Deyir ki, verilən ədədi 100 minliklərə qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınır? Uşaqlar, 100 minliklərə qədər sayaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Uşaqlar, 100 minliyimiz 1-dir. Birdən sonra 9 gəldiyinə görə 1 nəyə çevirəcək? 2-yə çevirəcək. Yəni, əvvəli qalır. Amma birimiz nəyə çevirir? 2-yə. Və birdən sonra gələn, bax, bütün rəqəmlər sıfıra çevirəcək. Yəni, olacaq 5 dənə 0. Düzgün cavab A variantı. Uşaqlar, 4-cü sualda deyir ki, 128.348 ədədini 10 minliklərə qədər uşaqlar yuvarlaqlaşdıraq. 10 minliyimiz burada 2-dir. 2-dən sonra 8 gəldiyinə görə 2 bir vahid artıb 3-ə çevriləcək. Yəni, əvvəli qalır. 2-miz 3 oldu. Qalanlar sıfıra çevriləcək. Yəni, 130.000. Düzgün cavab A variantı. Kamil lövhədə yazdığı ədədi minliklərə qədər yuvarlaqlaşdırdı. Nəticədə hansı ədəd almış olar? Minliyimiz 3-dür. 3-dən sonra 8 gəldiyinə görə 3 4-ə çevrilir. Qalanlar isə sıfıra. Yəni, cavab 274.000. Düzgün cavab B variantı. 6-cı sual deyir ki, diskin tutumu 372.680 baytdır. Diskin tutumu təqribən neçə baytdır? Uşaqlar, gəlin birinci minliklərə qədər yuvarlaqlaşdıraq. Minliklərə qədər yuvarlaqlaşdırsaq, uşaqlar, alırıq 373.000. Amma variantlarda uşaqlar olmadığına görə götürmürük. Sonra uşaqlar, 10 minliklərə qədər yuvarlaqlaşdırsaq, baxaq, yəni 7-nin altına xətt çəkirəm. 7-dən sonra 2 gəldiyinə görə 7 olduğu kimi qalır, qalanlar sıfıra çevrilir. Yəni 370.000. Cavablarımızda isə var, bəli, düzgün cavab A variantı. Deyir ki, 726.463 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdıraq. Uşaqlar, yüzlüyümüz 4-dür. 4-dən sonra 6 gəldiyinə görə 4 bir vahid artır, 5-ə çevrilir. Qalanlar isə sıfıra. Yəni, 726.500 düzgün cavab B variantı. 8-ci sual. Deyir ki, hansı düzgün yuvarlaqlaşdırılmayıb? Baxın, uşaqlar. Yəni, aydan minliyə qədər yuvarlaqlaşır. Baxaq, burada minliyimiz 7-dir. 7-dən sonra 4 gəldiyinə görə 7 olduğu kimi qalır. Qalanları sıfıra çevirir. Yəni, aydan düz eləyib. Sonra, nəbi isə şola yüzlüklərə qədər. Baxın, 3-dən sonra 0 da artır. Demək ki, nəbi yüzlüklərə qədər yuvarlaqlaşdırıb. Şola 2-dən sonra 8 gəldiyinə görə 2 bir vahid artır olur 3. Digərləri sıfıra çevirir. Bu da doğru yuvarlaqlaşdırıb. Qafar isə o da yüzlüklərə qədər şola yuvarlaqlaşdırıb. Baxaq. Şola yüzlüyümüz 5-dir. 5-dən sonra 7 gəldiyinə görə 5 nə olmalıdır? Bir vahid artıb 6-ya çevrilməli. Demək ki, Qafar səhv edib. Düzgün cavab Qafar səhv yuvarlaqlaşdırdığına görə cavabımız C variantı. Deyir ki, hansı ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 400 alınır. Baxaq uşaqlar. Uşaqlar, 325-i yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300 alacağıq.
Çünki 3-dən sonra 2 gəlir, çevirmə baş vermir. 446-nı yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda, baxın, yüzlükdə olan 4-dən sonra 4 gəldiyinə görə 4 olduğu kimi qalır. Yəni, qalan 0 4-dür. Düzgün cavabımız B variantı. Deyir ki, hansı yuvarlaqlaşdırma doğrudur? 10-cu sual. Uşaqlar, C variantına baxaq. Baxın, yuvarlaqlaşdırıb minliklərə qədər. Gəlirəm ilk halda minliyin altında xətt çəkirəm. Yəni, minliyimiz 4-dür. 4-dən sonra 4 rəqəmi gəldiyinə görə mərtəbə vahidi olduğu kimi qalır. Qalanlar 0-a çevrilir. Ona görə düzgün cavab C variantıdır. Deyir ki, 987.343 ədədini minliklərə qədər yuvarlaqlaşdırdıqda 988.000 alınan ədəd. Yəni, mən A-nın yerinə neçə qoysam, yəni bizim 7-miz, baxın, minlikdən sonrası 3 dənə 0 gəldi. Demək ki, mən bunu minliklərə qədər yuvarlaqlaşdırmışam. Yəni, 7-dən sonra mən neçə qoysam, bu ədəd bir vahid artar. Şöyle, mən 7-dən sonra 5 də qoya bilərəm, 6 da qoya bilərəm, 7, 8, 9 qoya bilərəm. Və variantlardan isə bir dəfə 5-i verir bilər deyənə. Ona görə düzgün cavab 5, D variantı. 12-ci sual. 16.000 83 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırsaq neçə alınar? Şöyle, yüzlüyümüz 0-dır. 0-dan sonra 8 gəldiyinə görə 0 bir vahid artıb olacaq 1. Qalanlar 0-a çevriləcək. Düzgün cavab D variantı. Şöyle, test 10-la davam eləyək. Test 10-da isə birinci sualı deyir ki, yuvarlaqlaşdırdıqda 350 alınan ən böyük ədəd. Uşaqlar, 300 alınan ən böyük ədəd, baxın, 350, burasını bilmirəm, bura bir A qoyuram. Mən A-nın yerinə neçə qoysam, o 5 olduğu kimi qalar. 1 də qoya bilərəm, 2 də qoya bilərəm, 3 də qoya bilərəm, 4 də qoya bilərəm. Ən böyüküm nə olacaq? 4. Yəni, düzgün cavab 354, düzgün cavab C variantı. Deyir ki, 28.000, ikinci sualda 28.094 ədədini minliklərə qədər yuvarlaqlaşdırır. Şöyle, minliyimiz 8-dir. 8-dən sonra 0 gəldiyinə görə dəyişiklik baş verməyəcək. Ondan sonra gələnlər hamısı 0-a çevriləcək. Düzgün cavab 28.000 B bəndi. Üçüncü sual. Yuvarlaqlaşdırdıqda 240 alınan ən kiçik ədəd. Uşaqlar, ən böyüyümüz 200, bax dedik, 244 ola bilər. Ən kiçik isə uşaqlar 235-dir. Çünki 3-dən sonra 5 gəldiyinə görə 3 4-ə çevrilir, 5 də 0-a. Ən kiçiyimiz 235, düzgün cavab A variantı. Deyir ki, verilən ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 487.000 alınır. Yəni, baxın, minliyimiz burada uşaqlar 7-dir. Və çevirmə zamanı heç bir dəyişiklik baş vermir. Ona görə mən A-nın yerinə 0 da qoya bilərəm, 1 də qoya bilərəm, 2 də, 3 də, 4 də qoya bilərəm. Variantların düzgün cavab D variantı 4. Uşaqlar, 5-ci sualda deyir ki, rəqəmləri müxtəlif ən böyük 5 rəqəmidir. Uşaqlar, rəqəmləri müxtəlif ən böyük 5 rəqəmidir 98.765-dir. Yüzlüklərə qədər yuvarlaqlaşdırsa, uşaqlar, yəni yüzlüyümüz 7-dir. 7-dən sonra 6 gəldiyinə görə mərtəbə vahidi bir vahid artacaq, olacaq 8. Ondan sonra gələn bütün rəqəmlər 0-a çevriləcək, yəni 98.008. Düzgün cavab C variantı. Deyir ki, A-nın yerinə hansı rəqəmi yazmaq lazımdır ki, bu ədədi 100 minliklərə qədər yuvarlaqlaşdırdıqda 2.500.000 alınır. Baxın. Deyir 100.000. Şöyle, 100 minliyimiz 4'dür. Yəni bu 4 çevrilib olur 5. Hansı halda? Yəni A-nın yerində 5 də ola bilər, 6 da ola bilər, 7, 8, 9 gələrsə mərtəbə vahidindən sonra həmin mərtəbə vahidi bir vahid artdığına görə düzgün cavabımız olacaq A variantı. Uşaqlar, deyir ki, ədədində verilmiş mərtəbəyə qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınır? Şöyle 3-ün altına xətt çəkilib əsli kitabda. Baxaq. Şöyle 3-dən sonra 4 gəldiyinə görə 3 olduğu kimi qalır. Ondan sonra gələn bütün rəqəmlər 0-a çevirir. Yəni, baxın. 4 də 0-a çevirir, 6 da, 2 də, 1 də. Düzgün cavab B bəndi.
8-ci sual. Rəqəmlərin müxtəlif ən kiçik 4 rəqəmi nədədir? Minliklərə qədər yuvarlaqlaşdıraq. Uşaqlar, rəqəmlərin müxtəlif ən kiçik 4 rəqəmi nədir? 1023-dür. Deyir ki, minliklərə qədər. Yəni, minliyimiz 1 olduğuna görə. 1-dən sonra 0 gəldiyinə görə 1 olduğu kimi qalır. Digərləri isə 0 çevrilir. Düzgün cavab 1000A variantı. Deyir ki, hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 3000 alınmır minliklərə qədər. Baxaq uşaqlar. Burada minliyimiz 3-dür. Burada 2-dir. 3-dür, 3-dür. 3-dən sonra 6 gəldiyinə görə 3 nəyə çevirəcək? 4-dür. Yəni olacaq 4000. Burada 2-dən sonra 4 gəldiyinə görə 2 olduğu kimi qalır. Qalanlar 0 çevrilir, alır 2000. B variantına görə baxdıqda isə 3-dən sonra 2 gəlir. Yəni 3 olduğu kimi qalır. Qalanlar 0 çevrilir. Düzgün cavab elə 3000 B variantı. Minliklərə qədər yuvarlaqlaşdırdıqda 4000 alınan ən böyük ədəd neçədir? Baxın uşaqlar, minliklərə qədər yuvarlaqlaşdırdıqda ən böyük ədəd 34000. Baxın, yəni 4 qalır. Ondan sonra 4 gəlməlidir və digərləri onluq və təklik ən böyük olmalıdır. 9, 9. Yəni 34499. Düzgün cavab C variantı. Deyir ki, 2986 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırır. Uşaqlar, yüzlüyümüz 9-dur. 9-dan sonra 8 gəldiyinə görə mərtəbə vahidi 1 vahid artır. Yəni olur 10, 0 yazırıq artıq 1 yadda. O 1-ni ötürür 2-nin üzərinə olur 3 və geridə qalanlar yəni 8 və 6 0-a çevrilir. Düzgün cavab 3000 C variantı. Və nəhayət sonuncu sual. Bir ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırır. Uşaqlar, sayaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Yəni 8-dən sonra 6 gəldiyinə görə 8 bir vahid artır olur 9. Ondan sonra gələnəcə 0-a çevrilir. Yəni 490 min. Düzgün cavab C variantı. Hələ bu qədər uşaqlar. Sağ olun.